Bugünkü söhbətimiz hipnoterapiya barədə olacaq. Hipnoz. Qısaca olaraq mən çalışacağım izahat verim ki, ümumiyyətlə hipnoz nədir? Hipnoterapiya nədir? Onun nə məqsədlə aparırlar və Azərbaycanda hipnoterapiyanın vəziyyəti necədir? Ümumiyyətlə hipnozla məşğul olan bizdə mütəxəssislər var ya yoxdur? Mən bu haqda qısaca məlumat vermək istəyərdim. Hipnoz sözünün mənası Latın Yunan terminologiyasından tərcümə edəndə hipnoz nədir? Yuxu deməkdir. Hipnoz yuxu deməkdir. Nəyə görə məhz bu metodun adını hipnoz qoyublar? İlk baxışdan belə təsəvvür yarana bilər ki, yəni burada yuxu terapiyasından söhbət gedir. Xeyr, bu belə deyil. Siz bilirsiniz ki, hər bir metoda qoyulan adlar müxtəlif elm sahələrində bu şərtidir. Hər bir ad şərtidir, yəni uyğunlaşdırılmış adlardır. Ona görə də burada hərfi mənada başa düşmək lazım deyil. Hipnoterapiya dedikdə biz böyük bir qeyri-direktiv, daha doğrusu böyük bir direktiv metodun üzərində diqqəti cəmləmiş oluruq. Ümumiyyətlə, psixoterapiyanın böyük bir bölməsidir hipnoterapiya. Yəni, psixoterapiya özü psixiatriyanın və eyni zamanda psixotexnologiyaların və psixologiyanın bir bölməsi olmaq etibarı ilə psixoterapiya özü böyük bir terapevtik bölmədir. Psixoterapiya bilirsiniz ki, yəni sadə dildə çatdırmaq mümkündürsə, psixoterapiya sözünün mənası bir insanın ruhu ilə o biri insanın ruhuna təsir etmək və onu mümkün qədər dəyişdirib belə bir rahat cərəyan formasına salmaq. Yəni, mən ola bilər bir qədər mürəkkəb dedim, lakin bir qədər də sadələşdirsək bu məsələni, psixoterapiya dedikdə insanın ruhuna psixoloji metodlarla təsir və bu ruha təsirin nəticəsində insanın bütün orqanizminə təsir edən bütün metodların cəminə psixoterapiya deyilir. Yəni, burada yenə də müəyyən qədər bəzi adamlar ola bilər ki, məni başa düşmədilər. Mən üçüncü bir variant, daha sadə bir formulirovka demək istəyirəm ki, psixoterapiya ruhun ruhla qaydaya salınmasıdır. Yəni, bir insanın ruhu o biri insanın ruhunun köməyi ilə qaydaya düşür və düzgün fəaliyyətə yönəlir və insan özündə rahatlıq tapır. Hipnoterapiya psixoterapiyanın bir bölməsidir. Ümumiyyətlə, psixoterapiya iki böyük bölməyə bölünür. Biri direktiv psixoterapiya, o birisi isə qeyri-direktiv psixoterapiya. Direktiv sözünün mənası, yəqin ki, bəzi adamlar bunu bilir, bəzi adamlar da bunu bilmir. Direktiva sözünün mənası əmr deməkdir. Əmr, göstəriş. Yəni, direktiv psixoterapiya deyəndə hansına ki, hipnoterapiya da aiddir. Biz direktiv psixoterapiya deyəndə həmişə pasiyentə, yəni insana olan təsirin müəyyən qədər əmr formasında olmasını nəzərdə tuturuq. Lakin hipnoterapiyanın bəzi növləri var ki, orada direktivlik lazım deyil. Mən o haqda indi bir qədər ətraflı məlumat verəcəm və sizə məhz hipnoterapiya ilə və hipnoterapiyanın qeyri-direktiv forması ilə məşğul olan Azərbaycanda yeganə mütəxəssis olan bir insan barədə qısaca danışacağım. Yəni, danışacağım deyəndə ki, onun haqqında məlumat verəcəm ki, bizdə belə bir mütəxəssis var. Çünki Azərbaycanda o yeganə mütəxəssisdir. Deməli, direktiv psixoterapiya, hipnoz direktiv psixoterapiyaya aiddir. Yəni, psixoterapiyanın böyük bir bölməsini əhatə edir. Hipnozun özünün də formaları var. Qeyri-direktiv psixoterapiya deyəndə isə biz başqa psixoterapevtik metodları başa düşürük. Burada da klassik olaraq
bir neçə psixoterapevtik metodlar analiz olunur. Psixoanalitik nəzəriyyə üzrə aparılan psixoterapevtik manipulyasiyalar, buna psixodinamik nəzəriyyə də deyirlər. Başqa sözlə insanların öyrəşdiyi Freyd nəzəriyyəsidir. Yəni psixoanalitik nəzəriyyə, psixodinamik nəzəriyyə və yaxud da Freyd nəzəriyyəsi. Bu birincidir. Qeyri-direktiv psixoterapiyanın birinci növüdür. Ki burada heç bir direktiva lazım deyil. Yəni insan öz şuuraltı dünyasını, şuura çıxararaq, mən yenə də çalışıram ki, sadə dildə bunu izah edeyim, şuur səviyyəsinə çıxardaraq onu analiz edir və problemlərdən azad olur və ya o problemlərin ağırlığını daha hiss etmir. İkinci nəzəriyyə ki, onun əsasında qeyri-direktiv psixoterapiya aparılır, bu kognitiv behavioral terapiyadır. Kognitiv behavioral nəzəriyyə üzrə aparılan psixoterapiyadır ki, burada da kognitiv deyəndə biz, yəni insanın şuuruna kognitiv behavioral, bu bir yerdə gedir, yəni ki, bir kontekstdə baxılır, müzakirə olunur. Yəni şuur davranış psixoterapiyası. Behavior davranış deməkdir. Şuur davranış psixoterapiyası. Yəni insan psixoterapevtik seminarlarda insana sadəcə olaraq başa salınır ki, şuur davranış səviyyəsində insan öz həyatında hansı şuur davranış əməliyyatlarını etməlidir ki, müəyyən problemlərdən uzaq olsun, müəyyən problemlərdən çəkinsin və o problemləri bir daha yaşamasın və yaxud da əgər yaşayıbsa o problemlərə münasibəti dəyişsin. Nəhayət, üçüncü qeyri-direktiv psixoterapiyanın növü bu egzistensial humanistik psixoterapiyadır. Egzistensial humanistik psixoterapiya dedikdə biz həddindən artıq insanın statusunu cəmiyyətdə, eyni zamanda təbiətdə, ümumiyyətlə həyatda insanın statusunu birinci yerdə qoyan, hər şeyi insan üçün etməyə çağıran belə bir nəzəriyyə başa düşürük. Bunun əsasını da əsasən bunun əsasını qoyanların ən məşhuru, ən aktivi Carl Rogers olmuşdur. Belə bir qərb psixoterapevti Carl Rogers. Rogers qeyd edir ki, insanın maraqları, insanın şəxsiyyəti, insanın daxili dünyası hər şeydən üstündür. Və hər bir insanın özünü realizə etməyə hüququ var, ixtiyarı var və insan özünü realizə etməyə imkan tapmayanda insan müəyyən problemlər yaşayır. Yəni, mən bu haqda qısaca məlumat verdim. Bu haqda əlbəttə çox da danışmaq olar. Qeyri-direktiv psixoterapiya haqqında çox da danışmaq olar. Buna ehtiyac yoxdur. Bizim bugünkü mövzumuz məhz direktiv psixoterapiya və onun xüsusi bir növü olmaq şərti ilə hipnoterapiyadır. Hipnoterapiya nədir? Hipnoterapiya ilk dəfə hipnoterapiya haqqında məlumat verilib. Belə bir alim olub, Mesmer. Mesmer bu metodun əsasını qoyub. Bu metodun əsasını qoyandan sonra Braid adında belə bir cərrah olub. Braid, İngilis cərrahı Braid. Braid bu metodu daha da inkişaf elətdirib. Bu metodun əsasında nə durur? Hipnoza düşəcək pasient, yəni hipnozla müəyyən problemlərinin həlli nəzərdə tutulmuş pasient və hipnotizyor, yəni hipnozu həyata keçirən mütəxəssis. Hipnozu həyata keçirən mütəxəssis. Bu nədir? Bu nəyə görə belədir? Nəyə görə, misal üçün, hipnoz ümumiyyətlə nəyə görə lazımdır? Mən qeyd edeyim ki, əvvəlan hipnozun, həm adi hipnozun, həm də Erikson hipnozunun, mən xüsusilə Erikson hipnozu haqqında bir qədər ətraflı danışacağım. Çünki bugün adını çəkəcəyim mütəxəssis də məhz Erikson hipnozu ilə çox geniş məşğuldur.
təkmil dərəcədə onu bilən bir mütəxəssisdir Azərbaycanda. Yəni hipnozun əsas məqsədi belə deyək, psixiki problemlərin həllində təcili yardım. Mən adi hipnozdan danışıram, Erikson hipnozundan yox. Adi hipnozun məqsədi psixiki problemlərin həllində təcili yardım prosesi. Bu nə deməkdir? Yəni insan müəyyən bir krizisdədir. Onu yaxşı mənada, bax fikir verin. Bu sözü deyəndə həmişə düzgün başa düşmək lazımdır. Yaxşı mənada insanı bir qədər o problemdən aralayıb, ona vaxt vermək ki, o sonra o problem haqqında düşünüb, rahat vaxtı, yəni ki, sakit vaxtı, o problemin nə olduğunu dərk etsin. Bu, müəyyən bir mənada, əlbəttə, doğrudan da psixiki problemlərin həllində təcili yardım metodudur. Təcili yardım, urgent metod. Yəni, psixiki problemlərin həllində buna adi hipnoza urgent bir metoddur demək olar. Hipnoz həmişə şuurdan kənarda həyata keçirilir. Bax, fikir verin. Var hipnoz, direktiv psixoterapiyanın növləri, var hipnoz, var təlqin, buna vunuşenye deyirlər, təlqin. Təlqin ayrı şeydir. Təlqin insanın şuurunun iştirakı ilə həyata keçirilir. Yəni, insan şuuru bunu adi qaydada, yəni şuurun heç bir dəyişiksiz forması əmələ gəlməmək şərti ilə qavrayır və öz problemlərinin həllində bu stimullardan istifadə edir. Lakin hipnozda insanın şuurunun reaksiyası nəzərə alınmır. İnsanın şuurundan kənar yollar tapılır və hipnozun mexanizmi budur, təsir mexanizmi budur. Bəzi adamlar deyir, hipnoz nədir? Hipnoz nədir? Bəzi adamlar hətta, bilirsiniz, Azərbaycanda insanların, mən bunu həmişə deyirəm, çox böyük bir hissəsi ümumiyyətlə dünya əhalisinin başqa hissəsindən fərqli olaraq həddindən artıq naşıdır. Xüsusən də belə şeylərdə həddindən artıq naşıdır. Onlar bilmirlər, bunların mənasını bilmirlər, heç adi məişət səviyyəsində də dərk eləyə bilmirlər. Yəni ki, çünki maraqlanmırlar, öz üzərində işləmirlər, özlərini təkmilləşdirmirlər. Ona görə də insanlara bunu başa salmaq bəzi insanlara çox çətindir. Əlbəttə, bəzi insanlar da bunu bilir. Yəni, hipnoz deyəndə biz şuurdan kənar yollarla insanın psixi aləminə təsir etmək və ona psixoterapevtik yardım göstərmək. Şuurdan kənar nə deməkdir? Yəni, insan özü də bilmədən hipnoza düşür. Hipnoza, əgər siz insana desəz ki, gəl düş hipnoza, o heç vaxt hipnoza düşməyəcək. Bu mümkün deyil, bu bir qədər də gülməli alınır. Hipnoz şuurdan kənar həyata keçirilən direktiv psixoterapevtik metoddur. Direktiv psixoterapevtik metod. Bir də var təlqində insan adi, lakin təlqində şuur iştirak edir. İnsan şuurun adi vəziyyətində olur. Lakin insana müəyyən bir şey təlqin olunur. Yəni, ona inandırılır. Onu inandırırlar ki, bunu eləmək lazımdır. Və argumentasiya sistemi ilə, müəyyən nizamlı argumentasiya sistemi ilə onu inandırırlar ki, bunları eləmək lazımdır. Bu metod, bu təlqin pedagogikanın əsasını təşkil edir. Məsələn, məktəbdə müəllimlərin uşaqlara dərs öyrətməsi, tərbiyə verməsi, əgər tərbiyə verə bilirlərsə, çox təəssüf ki, Azərbaycan məktəblərində həm təhsil, həm tərbiyə prosesi çox kəskin dərəcədə zəifləyib və demək olar ki, yaratmaz vəziyyətdədir. Əlbəttə, bu başqa problemdir. Yəni, pedaqoji prosesin əsas mənası nədir? Təlqin. Təlqin yolu ilə, lakin təlqin argumentasiyalı, məntiqli olmalıdır. Yəni, siz insana adam öldürməyi də təlqin edə bilərsiniz, yenə də argumentasiyalı. Siz insana müəyyən bir
faydalı işlə məşğul olmağı da təlqin edə bilərsiniz. Ona görə də burada əlbəttə o pedaqoji prosesi həyata keçirən insanın məqsədi nədir? O pedaqoqun məqsədi nədir? O insana nə öyrətmək istəyir? Daha doğrusu nə öyrətmək yox, onu həyatın hansı istiqaməti ilə aparmaq istəyir? Və bu məsələ çox mühüm əhəmiyyətə malikdir. Yəni pedaqogika özü sırf təlqindən ibarətdir. Pedaqoji prosesin, praktik pedaqoji prosesin mənası ancaq təlqindir. Prosesin məğzi ancaq təlqindir. Nəhayət inandırma, ubijdiye. Direktiv psixoterapiyada belə bir metod da var. Lakin ubijdiye bu adi bir, çox sadə bir metoddur. Burada argumentasiya daha güclü olmalıdır. Çünki inandırma metodunda, yəni ubijdiye metodunda heç bir, fikir verin, heç bir dominant mövqeyi yoxdur. Nə inandıran adamda, nə də inandırılacaq adamda. Heç bir dominant mövqeyi yoxdur. Misal üçün, sizin tamamilə tanımadığınız, 2 dəqiqə əvvəl tanış olduğunuz bir adam sizi bir şeyə inandıra bilər, amma inandırmaya da bilər. Yəni, onun inanmasına siz tabi olmaya da bilərsiniz. Yəni, o sizdən nə üstündür, nə aşağı səviyyədədir, nə də sizin özünüz kimidir. Adi bir insandır. Siz onu tanımırsınız, o sizi tanımır. Amma o sizi müəyyən bir şey eləməyə inandıra bilər. Məsələn, onu sizi inandıra bilər ki, siz ona kömək eləyəsiniz. Adi mən çox sadə bir misal çəkirəm. O sizi inandıra bilər ki, siz onun çamadanını götürməyə kömək eləyəsiniz. 1 kilometr aralıda, 2 kilometr aralıda onun çamadanını götürüb qoyasınız. Çünki çamadan ağırdır, o tək apara bilmir. Bu adi həyatı bir hadisədir, amma burada inandırma məsələsi var. O sizə necə müraciət edir? Necə bunu deyir? O sizə deyə bilər ki, xahiş edirəm, əgər mümkünsə mənə kömək eləyin. Mənim çamadanım çox ağırdır, əlimdə yüküm çoxdur. Mənə kömək eləyin, mən bunu bir qədər aralıya aparım. Orada müəyyən bir nəqliyyat dayanacağı var. Ora qədər mənə kömək eləyin. Bu belə də deyə bilər, başqa cür də deyə bilər. Ay oğlan, gəl bura, gəl bura, gəl bura. Gəl bu sumkanı götür, gəl apar ora qoy. Bu artıq başqa cür, bu artıq başqa cür müraciətdir. Bu müraciəti sizə verməyə də bilərsiniz. Görürsünüz, bu mən çox sadə bir, primitiv bir misal çəkirəm. Yəni, inandırma deyəndə, belə şeylər nəzərdə tutulur həyatda. İnsan, çox sadə bir insan, başqa bir sadə insanı, tanımadığı insanı bir şeyə inandıra da bilər, inandırmaya da bilər. Yəni, bacarar inandırmağı və bacarmaya da bilər inandırmağı. Yəni, bu direktiv psixoterapiyanın əslində, bəli, bunun hamısı psixoterapiyadır. Nə olsun ki, məişət səviyyəsində aparılır. Nə olsun ki, adi insanlar tərəfindən bu hərəkətlər icra olunur. Məcbur deyil ki, sizi inandırmaq üçün kvalifikasiyalı bir həkim psixoterapevt gələ sizi nə isə eləməyə inandırır. Adi adam da sizi inandıra bilər. Bunun hamısı psixoterapiya gedir. Ona görə də psixotexnologiya, psixoterapiya bu həyatdan ayrılmaz bir proseslərdir. Bunu bütün mütəxəssislər bilməlidir, xüsusən də tibbi mütəxəssislər. İdarə müdürləri, sonra müəyyən məsul işlərdə işləyən insanlar, müəyyən kollektivləri idarə edən insanlar, bunlar hamısı psixotexnologiya, əslində psixoterapiya sözü artıq bir qədər köhnəlib. Buna indi psixotexnologiya deyirlər. Bunun hamısı psixotexnologiyadır. Yəni, psixoloji metodların, ümumiyyətlə, psixologiya bir termin kimi artıq öz yerini yavaş-yavaş psixotexnologiya verir. Çünki psixotexnologiya daha progresiv bir termindir. Psixotexnologiya deməklə biz daha çox şeyi izah edə bilirik, nəinki adi psixologiya deməklə. Yəni, psixologiya da bilirsiniz, o fəlsəfədən ayrılmış bir fəndir. O heç elm sahəsi deyil, bir fəndir. Yəni, mən sizə qısaca olaraq direktiv psixoterapiyanın növləri haqqında danışdım. Yəni, inandırma, təlqin, hipnoz. Hipnoz ən samballı bir növüdür. Hipnozun müxtəlif növləri, müxtəlif metodikaları var. Misal üçün, Sovet İttifaqının vaxtında çox güclü hipnoterapevtlər olub. Platonov, Rajnov, Svyadış, belə alimlər olub. Həkim, psixiatrlar, psixoterapevtlər. Onlar çox kvalifikasiyalı psixoterapevtik seanslar aparıblar.
və sizin və əhalinin böyük bir hissəsinin tanıdığı 90-cı illərdə ortaya çıxmış Kaşpirovski familiyalı bir insan var idi. O da həkim psixiatr idi. Çox gözəl, yüksək səviyyədə hipnoz seansları aparırdı. Yəni belə adamlar var idi. Yəni Sovet İttifaqının vaxtında da var idi, indi də var. Demək, mən hal-hazırda bu qısaca məlumatdan sonra mən sizə Erikson hipnozu haqqında danışmaq istəyirəm. Əvvələn onu deyim ki, Erikson hipnozu, baxmayaraq ki, o da direktiv psixoterapiyanın bir növüdür. Yəni hipnozun bir növüdür. Hipnoza daxildir. Erikson hipnozu. Erikson bunu təklif edən Amerikan psixiatrı Milton Erikson'un adı ilə adlandırılır. Milton Hyland Erikson. Və belə bir Amerikan psixiatrı olub. Bu Amerikan psixiatrı Milton Hyland Erikson özü də çox qeyri-adi bir insan olub. Onun həyatı da bir qədər, yəni özünün psixi aləmi də qeyri-adi olub. O bütün normal insanlardan fərqli olaraq 3 yaşında yox, 5 yaşında, 4 yaş yarım, 5 yaşında danışmağa başlayıb. Onun uşaq vaxtı motorikası da biraz gecikib, yəni belə məlumatlar var tarixdə, psixoterapiya tarixində. Yəni onun özünün psixikasında da çox maraqlı hadisələr baş verib. Amma Milton Erikson sonradan ali tibbi təhsil alaraq həkim psixiatr olub və Erikson hipnozu ilə məşhur olan çox unikal bir metod yaradıb. Bu metod həddindən artıq unikaldır. Bunun unikallığı nədədir? Fikir verin. Əgər biz Erikson hipnozu, mən artıq indi sizə deməliyəm ki, Erikson hipnozunu adi hipnozdan fərqli olaraq aparmaq çox çətindir. Və Azərbaycanda bu işi indiyə qədər bilən yox idi. Yəni mənim tanıdığım elə bir adam yox idi ki, Erikson hipnozu ilə məşğul olsun. Mən əlbəttə uzun illər Rusiya Federasiyasında işləmişəm, Moskva şəhərində, başqa şəhərlərdə. Orada mən görmüşəm, Erikson hipnozu ilə çoxlu miqdarda həkim psixiatrlar, psixoterapevtlər, psixotexnoloqlar məşğul olurlar. Amma Azərbaycanda belə adam yox idi. Yoxdur. Yox idi daha doğrusu. İndiyə qədər yox idi, mən tanımırdım. Lakin indi bizdə çox gözəl Erikson hipnozunu profesional səviyyədə həyata keçirən, mən heç də bunu şişirtmirəm, bu həyat həqiqətidir. Deməli, o mütəxəssisə müraciət eləyəcək insanlar bunu görəcəklər. Əgər müraciət eləmək fikrində olsalar, bunu görəcəklər. Yəni ki, bizdə həddini artıq çoxlu bilirsiniz də, özünə psixoloq deyən, nə bilim, özünə həkim psixiatr deyən, özünə nə bilim, həkim psixoterapevt deyən o qədər insanlar var ki. Lakin onların heç biri Erikson hipnozu ilə məşğul ola bilmir. Ümumiyyətlə hipnozla məşğul ola bilmirlər. Hipnoz direktiv psixoterapiya olmaq etibarı ilə həddindən artıq mürəkkəb bir metoddur. Hipnoz hətta Şarkonun belə bir sözü var, fransız hipnotizyoru, həkim nevropatoloq, hipnotizyor, yəni ki, eyni zamanda hipnozla məşğul olacaq. Şarkonun belə bir sözü var, folie de luxe. Yəni hipnoz iki adamın eyni zamanda dəli olmağı deməkdir. Yəni hipnoz aparan da hipnoz müddətində, hipnoz aparan mütəxəssis də divanə vəziyyətinə düşür. Hipnoz altında olan pasiyent də divanə vəziyyətinə düşür. Yəni iki adamın dəliliyi, folie de luxe. Fransızca buna folie de luxe deyirlər. Deməli, hipnoz özü bu mənada çox ağır, mürəkkəb bir metoddur. Hipnozu aparan mütəxəssisin özünün də psixikasına çox böyük yük düşür, sağlamlığına çox böyük yük düşür. Əlbəttə ola bilər ki, hipnozla məşğul olan mütəxəssislər bunu cavan yaşlarında o qədər də hiss etmirlər. Lakin yaş artdıqca bu yük o qədər çox olur ki, bəzən insanları yorur, mütəxəssisləri yorur.
Ümumiyyətlə, hipnoz mürəkkəb və çox enerji sərfiyyatı ilə müşayiət olunan bir metod olmaq etibarı ilə unikal bir metoddur. Lakin Erikson hipnozu daha unikal bir metoddur. Bax, fikir verin, Erikson hipnozunun unikallığı nədədir? Əvvəlan deyim ki, Erikson hipnozu ilə Azərbaycanda yeganə bir mütəxəssis məşğul olur. Nail Mərdanov. Psixoloq Nail Mərdanov. Mən öz fikrimi deməliyəm Nail Mərdanov haqqında. Siz bilirsiniz ki, mən psixoloqların aktiv tənqidçisiyəm Azərbaycanda. Yəni, Azərbaycanda mən bu haqda çoxlu məqalələr də yazmışam, öz fikrimi həmişə açıq demişəm. Azərbaycanda psixoloqların 99%-i dələduzdur. Dələduzdur, adamları aldatmaqla məşğuldular. Psixoloqlar qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğuldular. Özlərini həkim kimi təqdim edirlər. Amma Nail Mərdanov yeganə psixoloqdur ki, yeganə psixoloqdur. Mən bunu yenə də deyirəm. Mən o adamı heç tanımıram. Mən onu tərifləmə məqsədi ilə demirəm. Sadəcə olaraq Nail Mərdanovun işi ilə mən tanışam. Bu adam psixoloq kodeksinə ciddi şəkildə əməl eləyən, çox vicdanlı, çox qabiliyyətli, çox talantlı bir psixoloqdur və eyni zamanda Erikson hipnozunu Azərbaycanda apara bilən yeganə mütəxəssis psixoloq hipnotizördür. Erikson hipnozunu Nail Mərdanovdan başqa Azərbaycanda heç bir mütəxəssis apara bilmir. Əgər kim bilirsə çıxsın ortaya, öz işini göstərsin. Öz işini göstərsin. Yoxdur, belə bir mütəxəssis yoxdur. Nail Mərdanov, deməli, Almaniya Respublikasında Erikson hipnozunu təkmil şəkildə öyrənmiş bir mütəxəssisdir. Erikson hipnozunun bütün prinsiplərinə əməl etməklə onu aparır və insanlara çox böyük fayda verir və minlərlə, artıq bu vaxta qədər minlərlə insan Nail Mərdanovun demək, pasiyentləri olmuşlar və onlar onun apardığı Erikson hipnozundan böyük fayda görmüşlər. Bu həyat faktıdır, mən bunu deməyə bilərəm, deməyə bilmərəm. Yəni, bu həyatın faktıdır. Bizdə ikinci Azərbaycanda belə bir vicdanlı, psixoloq kodeksinə əməl eləyən, yalnız öz işi ilə məşğul olan, özünə aid olmayan işlərə baş soxmayan, üzr istəyirəm sözümə görə, yəni sırf psixoloq fəaliyyəti ilə məşğul olan və eyni zamanda Erikson hipnozunu da yeganə Erikson hipnozunu da tətbiq eləməyi bacaran yeganə insan olan Nail Mərdanov. Bəli, bu adam həm təkmil psixoloqdur, adi psixoloqdur, həm də eyni zamanda yeganə psixoloqdur ki, Azərbaycanda bu Erikson hipnozunu təkmil bilir, gözəl bilir. Ümumiyyətlə, hipnozu gözəl bilir, hipnozun başqa formaları da məşğuldur, lakin bunun əsas məşğul olduğu sahə Erikson hipnozudur. Nail Mərdanov. Yəni, Nail Mərdanovla kimin ümumiyyətlə hipnoza ehtiyacı varsa, olursa, yəni ki, əgər sizi müalicə edən hər hansı bir həkim psixiatr, hər hansı bir mütəxəssis, başqa mütəxəssis həkimlər, yəni ki, siz bilirsiniz ki, hipnoterapiya, bilirsiniz, bilmirsiniz, bilmirəm, indi mən bilənlərə müraciət edirəm. Hipnoterapiya təkcə psixik xəstəliklərin müalicəsində istifadə olunmur. Psixik xəstəliklərdə, tutaq həyəcan həmlələri, sonra qorxu reaksiyaları, generalizə olunmuş depressiv reaksiyalar əlbəttə dərman müalicəsi ilə eyni zamanda aparılmalıdır. Bundan əlavə dəri zöhrəvi xəstəliklərində, məsəl üçün dəri zöhrəvi dermatovenerologiyada çoxlu miqdarda xəstəliklər var ki, onlar yalnız hipnozun köməyi ilə remissiya vəziyyətinə düşürlər. Ekzema, neyrodermit, psoriaz, ümumiyyətlə mənşəyi məlum olmayan müxtəlif dermatitlər, kontakt dermatitləri və s. və axırı. Yəni, hipnoterapiya təbabətin bütün sahələrində
həm ginekologiyada, həm cərrahiyyədə, həm daxili xəstəliklər praktikasında, həm kardiologiyada, həm gastroenterologiyada, həm endokrinologiyada, yəni təbabətin elə bir sahəsi yoxdur ki, orada hipnozdan, ümumiyyətlə psixoterapiyadan istifadə etməməklə keçinmək mümkün olsun. Yəni ona görə də bu mənada psixoterapiyanı, hipnoterapiyanı, psixoterapiyanın bir bölməsi kimi bütün ixtisasdan olan həkimlərin müəyyən dərəcədə bilməsi çox vacibdir. Yəni psixoterapiya, bəli, psixiatriya ola bilər ki, başqa ixtisas həkimləri bilməsinlər. Yəni ki, psixoterapiya özü həddindən artıq mürəkkəb, xüsusi hazırlıq tələb edən bir sahədir. Düzdür, psixoterapiya özü də xüsusi hazırlıq tələb edən bir sahədir. Onunla da psixiatrlar məşğul olur və bəzi hallarda sağlam adamlara yardım məqsədi ilə, xəstə adamlara yox, sağlam adamlara yardım məqsədi ilə psixoloqlar da məşğul olur. Lakin qeyri-professional, belə bir sadə şəkildə bütün ixtisas həkimləri psixoterapiyanın müəyyən metodlarını, primitiv metodlarını, sadə metodlarını bilməlidirlər. Bunlardan biri də hipnoterapiyadır və xüsusi halda Erikson hipnozu. Əlbəttə, Erikson hipnozu ilə ancaq professionallar məşğul ola bilər. Yəni ki, bizdə də mən yenə də deyirəm, Azərbaycanda Nail Mərdanov yeganə professional psixoloqdur ki, o Erikson hipnozu ilə məşğul olur. Yəni, bu həqiqətdir. Mən yenə də deyirəm, mən bu adamı tərifləmək məqsədini daşımıram. Bu həqiqətdir. Psixoloqların fəaliyyəti ümumiyyətlə Azərbaycanda mənfi işarəsi ilə qiymətləndirilir. Yəni, şəxsən mən mənfi işarəsi ilə qiymətləndirirəm. Çünki psixoloqlar aktiv şəkildə insanları aldatmaqla məşğuldurlar. Xüsusən də uşaqlara baxan psixoloqlar, uşaqların güya erkən uşaq autizmi deyilən biznes proyekti kim yaradıb? Psixoloqlar yaradıb. Uşaqda heç bir autizm yoxdur. Ona autizm deyib, onu məşğələlərə cəlb edirlər. Və valideynlərdən minlərlə pullar alırlar, minlərlə dollar pullar alırlar. Yəni ki, mən bunu valideynlərin özündən eşitmişəm. Sonra o uşağı gətirirlər, mən bir həkim psixiatr kimi müayinə edirəm. Birinci, psixoloqun diaqnoz qoymaq ixtiyarı yoxdur. Onu, yəni, hamı bilməlidir. Diaqnozu ancaq həkim qoyur. Və əgər psixik xəstəlikdən söhbət gedirsə, həkim psixiatr qoyur. Lakin bizdə, yenə də deyirəm, dələduz psixoloqlar insanlara, xüsusən də uşaqlara diaqnoz qoyurlar. Erkən uşaq autizmi, bu geniş yayılmış diaqnozdur. Və onları aldadırlar, valideynlərdən çoxlu pul alırlar. Psixologiya mərkəzləri açılıb, hər 50 metrdən bir psixologiya mərkəzləri açılıb. Və bu mərkəzlərin işlədilməsinin arxasında da çox nüfuzlu insanlar deyəm. Mən bu haqda artıq danışmışım. Nail Mərdanov bütün bu prosesin içərisində yeganə adamdır ki, mən o adamın işi ilə yaxından tanışam və ona görə də mən onu təqdim edirəm. Bu adam yeganə adamdır ki, mən çox təəccübləndim. Sözün açığı, mən çox təəccübləndim belə bir adamı, belə bir psixoloqu Azərbaycanda görəndə. Çünki mən ancaq fırıldaqçıları görmüşəm. Psixoloq adını daşıyan insanların hamısını mən fırıldaq görmüşəm. Və onların çoxsunu da şəxsən tanıyıram, hamısı fırıldaqdır. Amma Nail Mərdanovla mən tanış olanda, onun işləri ilə tanış olanda, onun nəticələri ilə, gördüyü işlərin nəticələri ilə tanış olanda, mən əlbəttə çox təəccüb elədim ki, Azərbaycanda da sən demə çox vicdanlı, çox qabiliyyətli, yəni öz işini bilən, adamları aldatmayan, öz işini təkmil bilən və eyni zamanda da profesional olaraq psixoterapiyanın bir bölməsi kimi hipnozla gözəl, profesional məşğul olan, xüsusən də Erikson hipnozu ilə məşğul olan belə bir adam var. Vəssalam. Yəni, Nail Mərdanov belə bir adamdır. Mən demək, ümumiyyətlə Erikson hipnozu haqqında qısaca bir məlumat vermək istəyirəm. Erikson hipnozunu mən dedim, Milton Erikson tərəfindən tətbiq olunub ilk dəfə, yəni təklif olunub, tətbiq olunub. Erikson hipnozunun, bax fikir verin, adi hipnozdan fərqi nədir? Bunun ikisi də hipnozdur, düzdür? Var adi hipnoz, hansını ki, Breyd başlayıb eləməyə, sonra Şarko təkmilləşdirib, sonra başqa alimlər təkmilləşdirib, Sovet alimləri, Rus alimləri, Sovet alimləri, Bexterev, Platonov, Svyadış,
Sonra Takarski olub, çox güclü hipnoterapevt. Yəni bütün bu alimlər bu adi hipnozla məşğul olublar. Erikson hipnozu ilə xüsusi halda məşğul olmayıblar. Bəli, Erikson hipnozu ilə də məşğul olublar, amma xüsusi halda tək Erikson hipnozu ilə məşğul olan bizdə alim demək olar ki, yoxdur. Mən Azərbaycandan danışıram, Azərbaycandan. Yəni ki, bir qədər mən fikrimin üstünə fikir gəldi. Ona görə siz elə başa düşməyin ki, mən yəni başqa Azərbaycanda Erikson hipnozu ilə heç kim məşğul olmur. Daha doğrusu olmurdu. Nail Mərdanova qədər heç kim məşğul olmurdu. Nail Mərdanova birinci məşğul olan adamdır. Professional məşğul olan. Amma başqa ölkələrdə Amerika, Rusiya, Almaniya, Çexiya, Macaristan, Avropa ölkələrinin demək olar ki, hamısında Erikson hipnozu ilə aktiv məşğul olan çox gözəl mütəxəssislər var. Bu hipnozun bu növünün, bu da hipnozdur. Bax fikir verin, bu da hipnozdur. Bir də var adi hipnoz. İndi bunun fərqi nədir adi hipnozdan? Bunun fərqi həddindən artıq faydalı fərqləri var. Bax fikir verin. Erikson hipnozunda adi hipnozdan fərqli olaraq direktivlik yoxdur. Bir tərəfdən bu direktiv terapiya metoduna daxildir, amma burada direktivlik yoxdur. Lakin biz direktivlik yoxdur deyəndə onu tam yox hesab edə bilmərik. Direktivlik o qədər zəifdir ki, bunu pasient hiss eləmir. Bu birinci üstün cəhətidir Erikson hipnozunun. Yəni pasient özü öz vəziyyətini hipnozda ola-ola dərk edir. Yəni bu demək olar ki, şuurlu hipnoz da demək olar buna. Şuurlu hipnoz. Yəni Erikson özü də bu haqda xüsusi çıxışlarında bunu şuurlu hipnoz, belə ifadəsi var Eriksonun, Milton Eriksonun. Bu şuurlu, doğrudan da bu şuurlu hipnozdur. Yəni insan öz vəziyyətini dərk eləyir, eyni zamanda da hipnozdadır. Və buna başqa sözlə Erikson bilirsiniz necə deyib? Əlin qalxması hipnozu. Belə də deyil. Əlin qalxması hipnozu. Amerikada, Amerika Birləşmiş Ştatlarında bu metoda Erikson hipnozu və əlin qalxması hipnozu da deyirlər. Bu eyni şeylərdir. Yəni bunu deyəndə hamı başa düşür ki, söhbət nədən gedir. Sadə bir addır, əlin qalxması hipnozu. Çünki fikir verin, xəstə huşu özündə, ağlı başı özündə, pasient daha doğrusu. Erikson elə eləyir ki, yəni Erikson hipnozu ilə məşğul mütəxəssis elə eləyir ki, xəstənin bir əli qalxır. Xəstə özü də axıracan anlaya bilmir ki, amma huşu özündədir, bax fikir verin. Anlaya bilmir ki, onun əli niyə qalxdı, düşmür. O əl o vaxt düşür ki, hipnozu aparan mütəxəssis ona komanda versin. Bax görürsünüz, lakin o yalnız o komandadan sonra əl aşağı düşür. Ona görə də buna Erikson hipnozuna başqa sözlə əlin qalxması hipnozu da deyirlər. Bunu Erikson özü işlədib bu ifadəni. İkinci çox mühüm cəhəti Erikson hipnozunun individual podxoddur. Yəni fərdi yanaşmadır. Yəni əgər ümumi hipnozda, bəli, orada da fərdi yanaşma var. Lakin orada elə eyni metodikadır. Transa düşür pasient, transda müəyyən şeyləri danışır. Ondan sonra xəstəyə müəyyən şeylər trans vəziyyətində təlqin olunur. Amma burada xəstəyə fərdi yanaşma məsələsi var. Çox mühüm məsələ şuuraltı ilə iş. Erikson hipnozunda iş şuuraltı ilə gedir. Bu da gəlir bir ucu dirənir psixoanalitik nəzəriyyə. Ona görə də Erikson hipnozuna başqa sözlə psixoanalitik metodlarla psixoterapiya aparan mütəxəssislərə kömək məqsədi ilə bu terapiyanın birinci mərhələsi kimi də baxılır. Yəni bu psixoanalitik metoda yaxınlaşır. Bu cəhətinə görə ona yaxınlaşır. Sonra burada çox maraqlı bir məsələ var. Burada metaforalardan və tarixçələrdən istifadə olunur. İnsanın başına gələn hadisələrin tarixçələri, başqa tarixçələr, xüsusi demək metaforalar, xüsusi nağıllar, yəni bu cür metodlardan istifadə olunur və bu Erikson hipnozunun içində istifadə olunaraq hipnozu müvəffəqiyyətlə həyata keçirməsi üçün
şərait yaradır. Bu cəhətdən də o yaxınlaşır neyrolingvistik proqramlaşma metoduna. Bax, fikir verin. Erikson hipnozu çox unikal bir hipnoz növüdür. Deməli, burada həm psixoanalitik nəzəriyyə, Freydin nəzəriyyəsi, həm neyrolingvistik proqramlaşma Pezeşkiyaninin nəzəriyyəsi. Psixoterapevt Pezeşkiyani, Alman psixoterapevti Pezeşkiyani. Yəni, bu iki nəzəriyyə burada elə bil ki, çulğalaşır və çox gözəl effekt alınır. Bundan əlavə, burada pasiyentlə patstroyka deyirlər ona. Patstroyka. Patstroyka pod pasiyenta. Yəni, o insanın maraqlarının altına girmək və insanla daima raport olmaq. Raport yəni əlaqə, hipnoz vaxtı əlaqədir. Yəni Erikson hipnozunda həmişə raport var, özü aydın raport var. Xəstə danışır, hipnoz eləyən danışır. Yəni bu elə bil ki, adi bir söhbətdir. Amma əslində burada çox mürəkkəb metod işləyir. Bu unikal bir metoddur. Yəni bu cəhətlərinə görə adi hipnozdan fərqlənir və unikal bir metoddur. Mən söhbətimin sonunda onu demək istəyirəm ki, həm adi hipnoz, həm Erikson hipnozu çoxlu miqdarda somatik xəstəliklərin müalicəsində, ginekoloji, cərrahi, daxili xəstəliklər, endokrinoloji xəstəliklər, dəri cöhrəvi xəstəlikləri, yəni müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan bir metoddur. Lakin mən bir həkim kimi qeyd eləməliyəm ki, bu adama, konkret bir pasiyentə hipnoz, ümumiyyətlə hipnoterapiya lazımdır ya yox, bunu ancaq həkim mütəxəssis təyin eləməlidir. Yəni, əgər sizə həkim mütəxəssis, sizin müalicə həkiminiz məsləhət görübsə ki, siz gedəsiniz hipnoterapiya, əlbəttə siz müraciət eləyə bilərsiniz. Nail Mərdanov, əgər siz Azərbaycandasınızsa, çünki Nail Mərdanovdan başqa hipnoterapiyanı kvalifikasiyalı aparan mütəxəssis bizdə yoxdur. Siz ondan müraciət eləyə bilərsiniz. Yəni, eyni qüvvə ilə əsas müalicənin fonunda, müalicə həkiminizin apardığı əsas müalicənin fonunda onu edə-edə, yəni əsas müalicəni həyata keçirərək, eyni zamanda hipnoterapiyanı apara bilərsiniz. Nəhayət sonunda mən onu qeyd eləmək istəyirəm ki, yenə də təbabətin mühüm prinsipinə burada əməl eləmək lazımdır. Biz təbabətin prinsiplərini pozsaq, bizim hər bir metodumuz öz dəyərini itirir. Yəni, təbabətin də əsas prinsipi nədir? Göstərişləri və əks göstərişləri yadda saxlamaq. Ümumiyyətlə, hipnoterapiyada bəzi əks göstərişlər var. Əlbəttə, onlar çox deyil, lakin bunlar var. Ağır hipertoniya xəstəliyi, ürək damar xəstəliyi, bəzi ürək damar xəstəlikləri ki, onlar psixiki manipulyasiyalar zamanı ağırlaşıb xəstənin vəziyyəti pisləşə bilər. Yəni orada da həkim yardımı lazımdır. Ona görə də burada yəni hipnoterapiya aparan mütəxəssisin bir qədər problemlər yarana bilər. Ona görə də hipnoterapiya əlbəttə aparmamışdan qabaq xəstənin müalicə həkiminin rəyini nəzərə almaq lazımdır, göstərişləri, əks göstərişləri nəzərə almaq lazımdır və ondan sonra rahat hipnoterapiyanı aparmaq lazımdır. Lakin mən hesab edirəm ki, biz elə dövrdə yaşayırıq ki, adi hipnoz artıq mən deməzdim ki, öz gücünü itirib. Yəni ki, hipnoz elə bir metoddur ki, həmişə aktual olacaq. Lakin Erikson hipnozu Azərbaycanda heç vaxt belə geniş inkişaf eləməyib. Yəni onun inkişafında xüsusi əhəmiyyəti olan adam Nail Mərdanovdur. Nail Mərdanov indi aktiv Erikson hipnozu ilə məşğul olur. Yəni, yenə də əgər sizin müalicəvizlə məşğul olan həkimlərin məsləhəti varsa, siz Erikson hipnozunun aparılması barədə, ümumiyyətlə hipnoterapiya barədə Nail Mərdanova müraciət edə bilərsiniz. Və eyni zamanda yadda saxlamaq lazımdır ki, hipnoterapiya ciddi bir metoddur. Bütün psixoterapevtik metodlar kimi hipnoterapiya ciddi bir metoddur. Və onun prinsiplərinə əməl eləmək lazımdır və
prinsiplərinə əməl eləməklə yanaşı hipnoterapiyanın həm üstünlüklərini, həm də müəyyən nüanslarını nəzərə almaq lazımdır. Demək, mən sonda qeyd etmək istəyirəm ki, əgər mən adını çəkdiyim mütəxəssis sizə yəni təcili sürətdə lazım olsa, yəni siz hipnoterapiya göndərilmişsinizsə müalicə həkimi tərəfindən, yəni hipnoterapiya aparılması sizin üçün vacibdirsə, yenə də mütəxəssis bunu məsləhət görübsə, həkim mütəxəssis, onda siz deməli Nail Mərdanov haqqında internetdə məlumatlar var. Onun kontakt məlumatları da var, telefonları da var. Yəni ki, burada heç bir problem yoxdur. Siz onu tapıb müraciət edib, yəni bu problemi həll edə bilərsiniz. Yəni hipnoterapiya seanslarına gedə bilərsiniz. Və nəhayət sonda mən psixoterapiyaya düzgün münasibət formalaşmaq üçün əhalidə belə bir şey qeyd etmək istəyirəm ki, psixoterapevt deyəndə həkim psixoterapevt və yaxud da ümumiyyətlə psixoterapevt bilmək lazımdır ki, psixoterapiya özü iki cür olur. Yəni mənşəyinə görə, yəni cəryanına görə məişət psixoterapiyası deyirlər buna, məişət psixoterapiyası və başqa sözlə buna deyirlər, yəni sizin qonşunuz sizə, əgər qonşunuz xüsusi bir talanta malik bir adamdırsa, o məcbur deyil ki, həkim psixoterapevt ola. O sizə elə gözəl bir söz deyə bilər ki, o sözün təsiri altında sizin bütün dərd-qəminiz sorulub gedər, sizin bütün həyəcanınız yatar və siz tamamilə çox güclü rahatlıq tapa bilərsiniz. Yəni, və yaxud da sizin iş yoldaşınız, ailə üzvünüz, yəni psixoterapiyanı həmişə belə bir qlobal, xüsusi metod kimi gözə soxmaq, bu özü də düzgün deyil. Bizdə bəzi mütəxəssislər var ki, onlar deyir ki, superviziya keçmək lazımdır. Bilirsiniz, o superviziya nədir, heç onu özləri də bilmirlər. Onu deyən adamlar çoxsu, heç özləri də bilmirlər ki, superviziya nə deməkdir. Mən birinci onu deyim ki, onlayn superviziya olmur. Hörmətli saxta psixoterapevtlər. Mən müraciət edirəm saxta psixoterapevtlərə. Siz əgər onlayn, deyir ki, mənim onlayn supervizorum var Amerikada. Mən onunla onlayn supervizor. Bu yalan danışır. Bu adamların sözü yalandır. Heç kim Amerikada olan heç bir psixoterapevt Azərbaycan kimi psixoterapiya sahəsində geridə qalmış bir ölkənin mütəxəssisi ilə superviziya keçməz. Siz ona nə qədər pul da versəz. Mümkün deyil. Siz kimi aldadırsınız? Özünüzü də aldatmayın. Adamları da aldatmayın. Bizdə heç bir psixoterapiyya superviziya keçmir. Superviziya yoxdur. Çünki bizim ölkənin psixoterapiyanın inkişafı nöqteyi nəzərindən imici həddindən artıq aşağıdır. Yəni, bütün ölkələrdə bilirlər ki, bizdə psixoterapiya, nəinki psixoterapiya, psixiatriyanın özü çox pis vəziyyətdədir. Ona görə də kimə lazımdır sizlə superviziya keçmək? Və burada şəxslə götürürlər, saxta məlumatlar verirlər, saxta kağızlar göstərirlər ki, mən filan yerdə, mən İsraildə superviziya keçmişəm. Ay, İsraildə hansı psixoterapevtin marağı var sənlə superviziya keçməyə? Bədbəxt. Özə sən kimsən ki, İsraildə, nə bilim, Amerikada, Almaniyada, Fransada sənlə superviziya keçmək üçün bir psixoterapevt öz vaxtını sənə sərf eləsin. Yəni də deyirəm, hətta sən ona pul da göndərsən. Bu hamısı yalan söhbətlərdir. Siz superviziya bilirsiniz nədir? Yəni, bunu da qərb dünyası bizə soxuşdurub, yəni bizə yer edib. Əslində, öz işini bilən psixoterapevt ömürlük psixoterapevt. Heç bir superviziya o sistematik olaraq psixoterapevtlərdən, kim ki psixoterapiya ilə, ancaq psixoterapiya ilə məşğul olur, onlardan pul yığmaq məqsədi ilə olan bir proseduradır. Bunu da qərb alimləri kəşf ediblər. Yəni, kapitalist dünyasında çalışan alimlər ki, pul qazansınlar. Superviziya, yəni
periodik olaraq müəyyən bir mütəxəssisin, yəni psixoterapevtin səviyyəsini yüksəltmək məqsədi ilə, onun çatışmayan cəhətlərini özünə demək məqsədi ilə, ona bəzi şeyləri başa salmağı öyrətmək məqsədi ilə aparılan proseduraya superviziya deyilir. Mən yenə də deyirəm, Azərbaycanda heç bir mütəxəssisi superviziya eləyən qərb mütəxəssisi yoxdur. Qərbdə heç kim vaxtını sərf edib Azərbaycan kimi bir ölkənin hardakı psixiatriya aşağı səviyyədə, psixoterapiya aşağı səviyyədə, psixoloqların böyük bir hissəsi, mən bu haqda danışdım, əlbəttə bu hamıya aid deyil, psixoloqların böyük bir hissəsi saxtakarlıqla məşğuldur. Bunu orada da bilirlər. Ona görə oradakı psixoterapiya sahəsində çalışan, psixiatriya sahəsində çalışan, ümumiyyətlə psixi sağlamlıq sahəsində çalışan alimlərin heç biri maraqlı deyil sizinlə superviziya keçməyə. Ona görə də özünüzü biabır eləyib yalan məlumat verməyin. Heç kim sizlə superviziya keçmir. Ümumiyyətlə superviziya o lazımsız bir şeydir. Lazımsız bir şeydir. Nə bilim, mən İsraildə superviziya keçmişəm, mən Fransada superviziya keçmişəm, mən Amerikada. O birinci lazım deyil, ikinci də onu yalan danışmaq da lazım deyil. Psixoterapiya, ümumiyyətlə psixoterapevt, o elə bir, o sənət deyil. Psixoterapevt ruhun xüsusi vəziyyətidir. O ruhun xüsusi vəziyyəti sizdə varsa, siz psixoterapevt kimi fəaliyyət göstərə biləcəksiniz. Əgər ruhun xüsusi vəziyyəti sizdə yoxdursa, siz psixoterapevt kimi fəaliyyət göstərə bilməyəcəksiniz. Heç özünüzə əziyyət verməyin. Diqqətinizə görə çox sağ olun.